Sağ olun. Bugün fikirən yemək hazırlayacaq. Çoxdan yemək pişirməm. Birdən küsləs elədim ki, nəsə yemək pişirmək üçün darıtmışam. Dedim ki, uşaqlar da gün katras futbola girəcək, eşik yesinlər, getsinlər. Kələm dolması və sarışın hazırlayacaq. Birinci kələm dolmasını hazırlayacaq. Bununla əlaqə edə soruşsaq, burada da sevdiyim bir podkastı qoyacağım, çünki telefon zayıfdır. Ona baxa-baxa yeməyi hazırlayacağım. Necə hazırladığımı da sizə göstərəcəm. Bu ətini göstərim. Çox az keşniş toxumu. Çok az istiyor. Daha sonra düğün. Edilmiş tereyağı. Ben çok tereyağı istifadə etmək istəmirəm. Ona göre hələ bu azdır. Yani aslında bu biraz daha çok olsa daha tatlı olur. Ama sonra yandırmaq da var diye çok istifadə eləmirəm. Birinci bunu qarışdıracağım. Qarışdıracağım. Qiyartı xoşlamıram deyə istifadə eləmirəm. Və sortu yarpaqların arasına yığacam. Hər şey kifayət qədərdir, yaxşıdır. Heç zeytun yağına ehtiyac yoxdur. Pişirəcəm onu. To create a person that they would attract in their life, and we cannot. Çöldə dəhşət isti var, amma uşaqlar futbol aparandan sonra məçisə getmək istəyirəm. Ona görə kofeni özümdən götürəcəm. Aslında yiyəcəklər. Ən pis vaxt. Uşaqları qoydum. Zöhr namazını qılmamışam. Yemək elədim. Sonra paltaları apardım, sərdim. Ona görə biraz gec oldu. Sonra da gördüm ki, halsızam, uzandım.
İndi gedirəm məscid namazımı qılmağa. Vaxtım olsa biraz da Quran oxuyacağım. Gəldim məscidə. Ayda bu da özümü aşırı huzurlu hiss edirəm. Demək bu yaxınlarda inşallah qismət olsa mənim üçün çox dəyərli bir insanla bir podkast hazırlayacağıq. Orada bu düşüncələrimizlə daha geniş, uzun paylaşacağam və maraqlı olanlar artıq orada bunu izləyərlər. Belə bir mentorumdan biri belə bir şey dedi ki, yaxşı ki keçmişdə sevilməmişik və bizi sevsinlər deyə nəsə eləmişik və o şey də bizi qaldırıb. Hər dəfə biri bizi sevsin deyə nəsə elədikcə biz biraz qalxmışıq. Mən heç bir zaman bu düşüncənin tərəfdarı olmamışam. Yəni kimsə məni sevsin deyə elədiyim şeylər o insanın xoşuna gələn şeylərdir. Məsələn, iki fərqli insanın məni sevməsi üçün eyni şeyi eləmərəm. Biri üçün başqa şey eləyərəm, görərəm ki, onun nə xoşuna gəlir. O birisi üçün başqa şey. Amma bəs mən özümü necə sevirəm? O artıq qalır qıraqda. Mən isə həmişə bu düşüncəni savunuram. Türklər demiş, bu düşüncənin tərəfindəyəm ki, nəhayət ki, insanı qeyd şərtsiz, qarşılıqsız, heç bir şərt olmadan, heç bir necə deyim, qan bağı belə olmadan sevən biri olmalıdır. Sənin üçün hər şey eləməlidir və səndən heç nə istəməməlidir. Belə bir qarşılıqsız bir sevgi verən insan sənin özünün kim olduğunu, özlüyünü ortaya çıxartmağa sənə kömək eləyəcək. Bu sənin valideynin ola bilər, yoldaşın ola bilər, bacın ola bilər, heç tanımadığın, sonradan tanış olduğun bir insan ola bilər, qrup yoldaşın ola bilər, 50 illik dostun ola bilər. Yəni fərqi yoxdur kimdir bu. Amma sənə qarşılıqsız o sevgini verməlidir. Yaşlı bir insan tanıyırdım. 70 yaşın üzərində bir yaşı var idi. O danışmışdı ki, gənc vaxtı çox içki içirdi. Dedi ki, onun bir dostu var idi. O dostu hər dəfə demişdi ki, sən nə qədər içsən, mən də o qədər içəcəm. Halbuki içən adam deyildi. Bunu həmin o yaşlı adam danışır. Və hər dəfə içəndə deyir, məni gətirib evə düşürtməmiş, getmirdi. Ya da aparırdı öz evinə ki, mən oyanım, sonra məni aparırdı. Mən yəni gedirdim evə. O qədər deyir, bunu elədi ki, axırda o narahat olmasın, ailəsi narahat olmasın deyə mən içkidən uzaqlaşdım. Uşaqları futboldan götürdüm. Biraz da meyvə aldıq, dinsiyanla bilmədik. İndi gelin salatın göyərtisini də alım, gedirik evə. Gəldik futboldan. Meyvələr almışdım, bunları yudum. Bunu mürəbbə eləyəcəm indi yemək üçün. Qış üçün eləmişəm, amma bunu indi yemək üçün eləmək istəyirəm. Bunları yudum, qəşəng sirkəli suda saxladım. Yadımdan çıxmamışdı, staliçinin də göyərtisini aldım, yudum, doğradım. İndi bunu qarışdıracağım. Sonra da uşaqların şeyini, nədən aldım? Çiçəklərini təmizləyəcəm. Başdakı mövzuya qayıdıram. Bəs nə bilək ki, qarşılıqsız verəcəyimiz o sevgidə o insan bizə qarşı bizdən istifadə edəcək, yoxsa ki, o sevgini dəyərləndirəcək və birini sevməyə dəyər. Arkadaşlar, burada sizə pis bir xəbərim var. Bunu əvvəlcədən bilə bilməyəcəksiniz. Bunun üçün o sevgini verməlisiniz. Yəni ki, arkadaşlarım, qumar oynamalısınız. Amma bəzi şərtlər qoya bilərsiniz ki, məsələn, bu tipin altında olan insanlara yaxın durma. İsək gəldi, davam eləyə bilmədim. İndi bunları ayırıram, tumunu çıxartmayacağım. Bu şəkildə hazırladım, biraz qalsın. Bunu axşam pişirəcəm, dənizə gedib gələndən sonra. Süfrəni də hazırladım. İndi soruşacaqsınız ki, bu dolmalar niyə belə lütdü? Ona görə ki, məndən başqa heç kim dolmalı kələmli dolma yemir. Amma yarpaqlarını mən yeyəcəyəm. Biz avədə yemişik, bu axşamdır. Mən yeməyəcəm. Sonra staliçinin biraz duzu az idi. Çünki mən ətə və kartoşkaya vurmuşdum. Dedim, birdən çox olar, opşi vurmadım. İndi dadına baxdım, gördüm ki, ehtiyac var imiş. Elə bir gün tükdü yox, tük deyil, cızıqdır. Bir dənə də salatın yanında salat eləmişəm, staliçinin yanında. Bunu da bugün pişirmişəm. Bugün produktiv keçib. Ümumiyyətlə, produktiv keçən hər bir günü xoşbəxtçılığı eləyirəm. Həm də olsun deyirəm Allaha. Toyuqlarım da gəldi. 5 dənədir. Həyət xoruzu. Balaca həyət xoruzları.
Özəl olaraq bunu ayaqla istədim ki, ayaqlarından özüm üçün xaç bişirəcəm. Bunların dırnaqlarına bax. Nə qəşəng dırnaq. Pirik may kürsüz nə qəşəng dırnaqlar var yetimçəniz. Mən belə dırnağım yoxdur. Saat 10-dur və biz indi gedirik dənizə gəzməyə. Uşaqları yatıstırıb sonra. Teşekkür ederim arkadaşlar. Bu kadar ateşleşmeye ihtiyaç yok idi. Ben aslında her gün gəlirəm bura. İşte saatı gözlərəm zaten bizək. Bir qarşıdakının onu sevib sevmədiyini sual verməli deyil. Qadın o qədər qürurlu olmalıdır ki, o kişi canı çıxıb onu sevməlidir. Başa düşdün? Bəlkə qadın bilmək istəyir ki, onu sevir yoxsa yox. Qadın əgər qarşısındakı kişi onu sevir ya sevmir şübhəsi ilə qarşısına kimisə alıbsa, demək o qadın düzgün adam seçmir. Əgər o qadın özünə o sualı verirsə ki, bu qarşındakı məni sevir ya yox, qarşıva çıxmamalıydı, qarşında olmamalıydı o sualı yaradan varlıq. Sağ ol. Şübhəyə düşdünsə, значит həqiqət deyil. Sən